Cədvəldə 5 nəfərdən ibarət turist qrupunda olan turistlərin boylarının uzunluğu və sayları haqqında məlumat verilmişdir. Qrupdakı turistlərin boylarının uzunluqlarının ədədi ortasını tapın. Ədədi ortanı tapmaq üçün verilən ədədlərin cəmini onların sayına bölmək lazımdır. Yəni 175 üstəgəl 178 üstəgəl 2 dənə 172 və üstəgəl 173 bölünsün 5 bərabərdir. 165 ilə 168 toplasaq, bura verir bizə 333. 2-ni 172-yə vursaq, 344. Sonra 173-ü də üzərinə əlavə eləyək. Bölünsün 5. Bərabərdir. 333 ilə 173 və üstünə də 504, 506, 506-nın üstünə gəlsək 344-dür. Deməli 850 alarıq. 850-ni də 5-ə bölsək 170 alınır.